Salam dəyərli tamaşaçılarımız, xoş gördük sizləri. Bizimlə həmsöhbət verilişi efirdədir. Bugünkü qonağımız Respublikamızın dəyərli əməkdar artisti Zöhrə Abdullayevadır. Zöhrə xanım, xoş gördük sizi ki, Sahib TV-də bizimlə həmsöhbət verilişində. Çox sağ olun ki, bizim dəvətimizi qəbul etdiniz, bizi sevindirdiniz. Mən də xoş gördüm sizi. Çox təşəkkür edirəm, məni Sahib televiziyasına dəvət eləmişsiniz. Minnətdaram sizə. Zöhrə xanım, istərdik ki, sizi daha yaxından tanıyaq. Bizə öz yaradıcılığınızdan, yaradıcılığın bu dövrünə qədər keçdiyiniz çətin yollardan danışardınız. Çox əziyyətlər çəkmişik. O vaxt Sovet dövründə ayın 15 günü biz rayonlarda olardıq. Qastrol səfərində. Yəni kolxozlarda, safxozlarda, kənd əməkçilərinin qarşısında, o vaxt özdə indiki fonoqram yox idi, canlı oxuyurduq. Rəhmətli İslam Rızayevin ansamblı ilə. Ölkəmizi qarış-qarış gəzmişəm. O qədər xoş xatirələr qalıb ki, kaş o günlər yenə geri qayıdaydı. Böyük əməyimiz olub səhnədə. Bizim əməyimiz çox böyük olub. Bu sənətdə sizə daha çox kimlər dəstək olmuşdu? Yəni ilk addımlarkən bu səhnədə kimin dəstəyi ilə bu səhnəyə gəlmisiniz, bu sənətə gəlmisiniz? İlk dəfə, mən ümumiyyətlə 9 yaşından peşəkar səhnədəyəm. O vaxt Yuri Gagarin adına pionerlər evi var idi. Mənim ilk müəlliməm olub Rəhlə xanım Həsənova, Respublikamızın əməkdar artisti. Rəhlə xanım gözəl də saz çalırdı. 9 yaşından mən o səhnədəyəm. Sonra 16 yaşında ailə həyatı qurdum. 11 il səhnəyə fasilə oldu. Biz də oxuyanda mən məktəbdə, orta məktəbdə Layla Qızlar ansamblında çıxış edirdim. İncəsənət ailəsində böyümüşəm. Atam Şuşa Mədəniyyət Şöbəsinin müdürü olub. Qarabağın maralı mahnısı anama həsr olunub. Anam Şuşa gözəli idi, çox gözəl qadın oldu. Ona görə də mənim atamın, anamın da incəsənətə meyli vardı. Düzdür, atam istəmirdi səhnəyə gəlim. Anamın xahişi ilə ailə həyatı, yəni mənim yoldaşım rəhmətə getdi. Yenidən mən qayıtdım səhnəyə. Öncə Ağacəbrayıl Abbasəliyevin ansamblında iştirak edirdim, həkimlər evində. Sonra İslam Rızayev rəhmətli məni bəyəndi, apardı öz ansamblına. 1985-ci ildə İstedadlar Axtarır konsert müsabiqəsinin qalibi olmuşam. Yəni orada münsiflər tamaşaçılar idi. Yəni ki, həm səhnə mədəniyyətinə, oxuya, oxumağa, bir də ki, geyimə tamaşaçılar qiymət verirdi. Hamısı da mənə 5 qiymət vermişdi. Bilal Əliyevlə mən qalibi olduq. Bununla da mənim başladı səhnə fəaliyyətim. Peşəkar səhnə fəaliyyətim 85-ci ildən başladı. Yəni 31 ildir mən peşəkar səhnədəyəm. Bildiyimiz kimi səhnə adamlarının həyatları, davranışları, həmçinin onların yaşları tamaşaçı üçün çox maraqlıdır. Amma bəzi sənət adamları belə fikirlər sürürlər ki, əslində onlar yaşlarını gizlədirlər. Tamaşaçının fikirlərindəki o mifi sındırmamaq üçün öz yaşlarını gizlədirlər. Bəs siz necə? Siz yaşınızı gizlədirsinizmi? Yaşımı tutaq ki, gizlətdim. Oğlumu hara gizlədirəm? O böyük oğlum var mənim. Mən oğlumu hara gizlədə bilərəm ki? Allaha naxoş gedir yaşı gizlətmək, yaşı danmaq. Əgər Allah sənə bura qədər ömür veribsə, özü bir böyük səadətdir. Bizim 20 yaşında gənclərimiz, 19 yaşında gənclərimiz şəhid oldular. Ömürləri ora qədər imiş. Yaşı gizlətmək günahdır. Sizcə əsl səhnə adamı necə olmalıdır? Ümumiyyətlə, bugünkü gənc ifaçılara, onların səhnə mədəniyyətinə münasibətiniz necədir? Sizi bu qane edirmi? Yaxşıları da var içində, mənfiləri də var, müsbətləri də. Var, gənclərin içində gözəl müğənnilərimiz var, estrada janrında, muğam janrında. Allah bizim birinci xanımımıza könlü istədiyi qədər ömür versin. Allah canın sağ eləsin. Muğamımızı göylərə qaldırdı, muğamımızı dünyaya tanıtdırdı. Muğamımız UNESCO-nun tarixində qaldı. Muğam oxuyanlarımız da gözəldir. Estrada janrında 5-6 nəfər var, onları bəyənirəm. Biraz təkəbbürlü olmasalar, sadə olsunlar. Çünki bizi ucaldan xalqdır. Xalq bizi göyə də qaldırar, yerə də çırpa bilər. Xalqla ünsiyyətləri sadə olmalıdır. Biz nə karıyıq ki, qızım? Allah Teala hamını dünyaya bərabər gətirir.
Allahın zay məhsulu ola bilməz. İnsanlar mühit şəraitində zaylaşırlar. Ya biri birdən varlanır, çaşır. Ya da ki, o qədər məşhur olur ki, bunda təkəbbür əmələ gəlir. Təkəbbürlü olmaq günahdır. İnsan sadə olmalıdır. Bir insan ki, 2 metr yerə gedəcək, torpağa gedirik hamımız. O atı hamımız minirik və hamımız da hara lazımdır ora gedirik. Biz dünyaya gələn məhbuslarıq. Haçansa ölüm cəzamızı çəkməliyik. Ona görə də sadə olmaq, mehriban olmaq, sözün əsl mənasında insan olmaq lazımdır. Gözəl müğənni ola bilərsən, insanlığın olmasa o sənət sıfıra inir. Xalqımız onu qəbul eləmir. Bir çox ifaçılar qeyd edirlər ki, səhnədə əsas səs önəmli deyildir. Yəni performans, rəqs olmalıdır ki, tamaşaçı rəğbətini qazansın və bununla da musiqi tamaşaçıya çatdırmaq mümkündür. Siz necə fikirləşirsiniz? Bu fikir münasibətiniz necədir? Performans göstərirsə getsin modelyer olsun da. Vallahi, müğənninin balaca da olsa şirin səsi varsa, o qəlblərə yatır. Biz göz açıb görmüşük Şövkət xanım Ələkbərova, Sarı xanım Qədimova, Fatma xanım Mehrəliyeva. Yəni Bülbül, Rəşid, Zülfi, Hacbaba, biz bunları görmüşük, bu məktəbi keçmişik Gülağa Məmmədov. Mən görsə kimləri sayıram. Və ən sonuncu magikanımız Zeynəb xanım Xanlarova ilə. Biz hələ də indi doymuruq ondan, hələ də onu dinləməyi sevirik. Onların səhnə mədəniyyəti var idi, geyimləri də gözəl idi, insanlıqları da gözəl idi. Biz o məktəbi keçmişik. Heç olmasa indikilər də biraz bizə baxsınlar, bu məktəbi öyrənsinlər ki, gələcək nəslə təhvil versinlər. Müəyyən bir dövr var idi ki, həmin dövrdə toya gedən müğənnilərə aşağı səviyyəli müğənni kimi baxırdılar, yəni onları aşağılayırdılar. Və siz necə münasibət göstərirdiniz bu hallarda? Yəni siz toylara gedirdinizmi həmin dövrlərdə? Sizə münasibət necə idi? Yox, Sovet dövründə toya gedən müğənniyə biraz bilirsiniz mənfi baxırdılar. O dövrdə yaşamaq asan idi, 90 manat maaşla həm istirahətə gedirdilər, həm pul da yığırdılar, hər şey. O dövrdə o pulla dolanmaq olurdu, amma indi gəl fikirləşək ki, o pulla bu dövrdə dolanmaq olarmı? Aşkarlıq dövründə dolanmaq olmaz. Ona görə də Allah xalqımızın cibini dolu eləsin, imkanı eləsin, bizi də toylarına dəvət eləsinlər. Zöhrə xanım, duet ortaqlarından daha çox kiminlə xüsusi zövq ilə işbirliyiniz olub? Mənim bir duet ortağım olub, o da rəhmətli, böyükdən böyük sənətkarımız Məmməd Bağır Bağırzadə. Və mən duetlərimi onunla dəfn eləmişəm. Məmməd Bağırdan sonra Məmməd Bağır kim əvəz eləyə bilər ki? Duet ortağım yoxdur, hal-hazırda olmayacaqdır. Bilmək istərdik ki, olubmu ki, həyatda etdiyiniz hər hansı bir yaxşılıq qarşısında pislik görmüsünüz? O qədər, o qədər. Hərdən deyirəm, daha yaxşılıq eləməyəcəm, yenə də qəlbimmi deyim, şuurummu deyim, genetikamı deyim. Yenə də başlayıram yaxşılıq eləmə. Ha söz verirəm, yaxşılıq eləməyim eləyirəm. Ümumiyyətlə, bu dünyanın qanunudur. Kimə yaxşılıq elirsə, dönür sənə sillə vurur. Bu həyatın qanunudur. Özünüzü xoşbəxt qadın adlandırardınızmı? Bəli, mən xoşbəxtəm. Baxmayaraq ki, mən 29 yaşında dul qalmışam. Yoldaşım çox gənc dünyasını dəyişib. Amma ondan mənə ağıllı evlad qalıb, bir oğlum var, çox ağıllı. Ağıllı gəlinim var, müdrik gəlinim var. Gözəl 2 nəvəm var. Özü də əla çox buyururlar İngilis dilində. Bəli, mən xoşbəxtəm. Xoşbəxtəm ki, az çox dinləyicilər, yəni xalq deyə bilmərəm, o boyda böyük danışa bilmərəm. 90% də olmasa 80% sevir məni. Xoşbəxtəm. Xoşbəxtəm ki, Azərbaycanda çox tanınmışam. Xoşbəxtəm. Ona görə xoşbəxt qadınam ki, gözüm yerində, qaşım yerində, əlim, ayağım yerində, orqanizmimdə bir əyləskiliğim yox. Ona da şükür ki, Allah Taala məni təndürüst yaradıb. Min şükür, bəli, bəxtəvərəm. Çox sağ olun Zöhrə xanım, suallarımıza ətraflı cavab verdiyinizə görə minnətdarıq sizə. Sonda verilişimizin ənənəsi olaraq sizə ürəyinizdən hansı ifa keçirsə onu dinləmək istərdik. Əzim ay balam, bu bağlar, bu bağçalar, ey, bu bağlar balayam. Yetim yanağı bilir özüm qurban, göz yaşı necə
ağlaram. Oldu ey sülmey ağlaram, ağlaram, ağlaram. Əsti ey bədəsiz külək, tökdü külüm ağlaram, ey ağlaram, ey. Zöhrə xanım, çox sağ olun gəldiyinizə görə, bizi sevindirdiniz. Buna görə sizə təşəkkür edirik. Siz sağ olun. Mənim Yaradandan bir xahişim var ki, o gün olsun məni bu verilişi, bu çəkilişi dəvət edəsiniz, Qarabağda çəkəsiniz. İnşallah Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda arzumdur. Belə əziz tamaşaçılar, bizimlə həmsöhbət verilişinə baxdınız. Növbəti proqramda görüşənədək sağ olun, salamat qalın.